Əl-Ələq surəsi 19 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə, yoxdan yaradan Rəbbinin adı ilə oxu. O, insanı laxtalanmış qandan yaratdı. Oxu, sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə yazmağı öyrətdi, insana bilmədiklərini öyrətdi. Xeyr, insan azğınlıq edər, özünün dövlətli olduğunu gördüyü üçün. Axı sənin axır dönüşün Rəbbinədir. Gördünmü o kimsəni ki, mane olur bir bəndiyə, Peyğəmbərə namaz qıldığı vaxt? Bir də görək, əgər Peyğəmbər doğru yoldadırsa, yaxud qorxmağı əmr edirsə, bir də görək, əgər o Quranı yalan sayır və imandan üz döndərirsə, məyər bilmir ki, Allah onun bütün əməllərini görür? Yox, yox, əgər son qoymasa, and olsun ki, biz onu kəkilindən yapışıb cəhənnəmə sürükləyəcəyik. Özü də yalancı günahkar kəkilindən. Qoy o, özünün bütün tərəfdarlarını çağırsın. Biz də zəbaniləri çağıracağıq. Yox, yox, sən ona uyma. Sən ancaq Rəbbinə səcdə et və ona yaxınlaş.